Təhsilin müxtəlif mərhələlərini bitirdikdən sonra insanlar öz fəaliyyətlərini təntənəli qeyd edirlər. Ölkəmizdə orta və ali məktəbi bitirəndə keçirilən son zəng tədbirləri buna aiddir. Son zəngin əsas məqsədi təhsili yekun vuran şagirdlərin keçdiyi yolu dəyərləndirmək, birgə xoş saatlar yaşamaqdır. Hər bir məzun bu günü özünə məxsus şəkildə keçirtmək istəyir. Bu baxımdan tədbirin formal yox, mənalı və yadda qalan şəkildə təşkili xüsusi əhəmiyyət kəsb edir. Maraqlıdır, Təhsil Nazirliyi bu il son zəng tədbirləri ilə bağlı hansı qərarlar verib? Mövzu ilə bağlı qurumun sözçüsü Azər Teymurlu açıqlama verib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrinə göndərilmiş təlimatda son zəng tədbirində iştirak edəcək şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmasının təmin edilməsi öz əksini tapıb. Şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilir. Mütəxəssislər isə bildirir ki, son zəng tədbirləri məktəbin şərtlərinə uyğun olaraq bir və ya bir neçə dəfə keçirilə bilər. Əsas odur ki, bu günün dəyəri itirilməsin, şagirdlər və müəllimlər arasında son birgə anlar xoş xatirəyə çevrilsin.